Salamlar, hər vaxtınız xeyir. Bugün 5 oktyabrda OTK ilə yanaşı güvən də oldu. Güvənin 9-cu sinif suallarına baxacağıq. Buradan Ləmana təşəkkürlər. Həmin öz şeyinin PDF-ini mənə verdiyi üçün qələm tapdıq. İndi gələk suallara. Sualları görmədim, baxmadım. Dedim girək, baxaq görək nə olur. Əbu Bəkov məsələsi var. Sadə bir məsələdir. Yəni burada deyilə biləcək bir şey yoxdur. Çünki niyə? 42 ilə 48-in əbobunu, əkobunu tapırıq. Əslində, başqa bir yolla deyəcəm sizə bunu. Əbu Bəkov tapmısınız, yazmışsınız, o ayrı məsələ. X-i buradan tapsaq nə olar? Əkob. 42, 48. Böl əbob 42, 48. Belə bir cavab alınır, düzdür? Belə bir cavab alınır. Bizim də belə bir üsturumuz var ki, əkobu əboba böləndə S dediyimiz ortaq olmayan vurğuların hasili anlayışını verir. Onda biz 42-ni gedib, məsələn, burada vurğuları ayırsam, 42-ni 2-yə böldüm 21, indi 3-ə böldüm 7, 7-yə böldüm 1. Bir də 48 var, 48 vurğuları ayırsam, 2-yə böldüm 24, 2-yə böldüm 12, 2-yə böldüm 6, 2-yə böldüm 3, 3-ə böldüm 1. Belədir. İndi burada ortaqları seçirəm, məsələn, bu 2 ilə bu 2, sonra bu 3 ilə bu 3, başqa da yoxdur. Bu ortaq olmayanları bir-birinə vuranda elə o S gəlir, yəni 2 vur, 2 vur, 2 vur, 7. Cavab eləyəcək deməli 2 vur, 2 vur, 2 vur, 7. Yəni başqa cür yazdıq. 56 eləyəcək cavaba bəndə. Amma istəsəz əbobu ayrı tapın, əkobu ayrı tapın, ayrıca bölün. Elə də olur yəni. Səhv bir şey deyil ki. 58-ə gələk. Deyək ki, diaqramda verilmiş B çoxluğunun elementlərindən neçəsi A-ya daxil deyil. Yəni B-də sırf B-də olanları deyil. Bax, sırf B-də 8 ilə 9 var ki, onlar nədir? A-ya daxil deyil. Deməli 2 dənəsi B bəndə. Düzdür? Diaqramda verilmiş B-nin neçəsi A-ya daxil deyil. Sadə bir sual. 59-dur. Kəsirin sonsuz dövrü onluq kəsir şəklini göstərin. Əgər adi kəsirdirsə, sən onu sonsuz dövrü, ümumiyyətlə onluq kəsir keçirməlisənsə, sonsuz sonlu olsun, fərqi yoxdur. Bölməlisən. Bu 13 bölünsün 30 deməkdir. 13-ü 30-a böl, budaqlı bölmə ilə. 13-ün içərisində 30 yoxdur. 0 yazıram. İndi bura istədiyim qədər 0 artıra bilərəm. 130-u 30-a böləndə neçə dəfə düşəcək? Yəqin baxan variantda 4 dəfə düşəcək. 120. Qaldı burada 10. Yenə 0 artıra bilərəm. 100-ün içində 33 dəfə var. Eləyəcək 90. 10 qaldı. Yenə 100-ün içində 33 dəfə var. Yenə 90. Bu belə-belə gedəcək. Deməli 3 dövr eləməyə başlayacaq. 0,4 yazılır, amma 3 orada dövrə gedir. 0,4 dövrdə 3. Bu da B bəndidir. Yəni 59-da cavab B olacaq. 60 AB 2 rəqəmlərində üçün belə bir şey var. AB-nin açılışı 10A üstə gəlinsin B-dir. 3A üstə gəl 3B də bu tərəfdədir. Nə edirəm? 3A-nı bura atıram, 7 dənə A-sı qalır. B-ni bura atıram, 2 dənə B-si qalır. K gedişinə görə A bərabər 2K çıxacaq. B də bərabər 7K çıxacaq. Niyə? Çünki çarpazdan rəqəmləri götürürdük. Deyir, B-ni tapın. İndi əgər bunlar AB üstü xətdirsə, deməli bunlar rəqəmlərdir. Üstü xəttin içində yazılan rəqəm olur. Yəni 0 ilə 9 arasında olur. Ki B belədir. Heç A 0 ilə 9 arasında deyil. A sadəcə 1 ilə 9 arasındadır. Niyə? Çünki 0 ilə rəqəm başlamazaq A 0 ola bilməz. Mən burada əgər K-ya 1 versəm, A 2 olur, B 7 olur. Amma mən K-ya 2 verə bilmərəm. Niyə? K-ya 2 versəm A 4 olardı. B isə 7 vur ki 14 olardı. 9-u aşardı, rəqəm olmazdı. Ona görə K-ya 1 vermək lazımdır. A 2-dir, B 7-dir. Bizdən B-ni soruşur, B-də 7 çıxacaq. Cavab C bəndi olacaq. Sonra gələk 61-ə. A çoxluğu 168 ədədinin natural bölənləridir. Hansı A-nın elementi deyil? A-nın natural bölənləri o çoxluqdadır. Məsələn, 168 28-ə bölünürmü? Heç bilmirəm, bölünürmü? Neçə dəfə düşür? Məsələn, bunları aparsam mən 4-ə ixtisar, eləyəcək 42, bu eləyəcək 7, 6, bölünür. Deməli, bu onun natural bölənlərindən biridir, daxildir. 168 24-ə bölünürmü? Gəlin, bölüb baxaq, 4-ə ixtisar aparsam yenə bunları mən. Burada qalacaq 42, burada qalacaq 6. Həqiqətən bölünür, tam bir cavab gəlir. Bu da onun bir natural böləndir. 168 21-ə bölünürmü? 21-ə bölünməsi üçün bunları deməli mən 7-yə ixtisar aparsam, qalacaq burada 24, 7-yə aparsam, burada qalacaq 3, bu da elə 8 dəfə, bu da tam düşür. Yəni bu da bölünür. 18-ə bölünürmü 168? 18-ə bölsəm, deməli burada mən 6-ya bölünəcəkmi bu ədəd? Gəlin bir də B-yə gəl. 9-a ixtisar getməsi üçün 8 plus 6, 14, bölünməyəcək bu. Bölünməyəcək. Niyə bölünməyəcək? Çünki 168-in rəqəmlərinin cəmi 9-a bölünmür də. Bu 18-də 9 varaq bölünməyəcək. Lap bunları 2-yə apararsan, qalar 84 bölü 9, 84 9-a bölünməyəcək. Ona görə bu ora aid deyil. Amma buradakı 14 ədədi isə həqiqətən 168 14-ə bölünəcək. Niyə? Bunları 7-yə aparsam qalacaq deməli. 7-yə aparsam neçə qalar? 24 bölü 2, 24 də 2-yə bölünəcək.
Yəni natural bölənlər buradan 4 dənəsi həqiqətən 168-in natural böləndir. Amma D onun böləni deyil, yəni tam bölünmür çünki. 62-də deyir ki, 160-ın %35 hissəsini tapın, bunu gedir %35-ə vur. Sonra neyinə? Burada sıfırın bir dənəsi, sıfırın bir dənəsi ilə buradakı sıfırı apar. Sonra nə baş verəcək? 16-ın get 35-ə vur. Ya da el eləməyək. Burada 10 alına bax. 10-dur da, sıfırın 1 gedir. 10-un 35-i 5-ə aparaq. Burada 2 qalacaq, burada 7 qalacaq. 16 ilə 2-ni aparaq, burada 8 qalacaq. 8 vur 7, 56 eləyəcək cavabımız. Bəsit bir hissə sualda 160-ı 135-ə vurursan. Bura gələndə aşağıdakı hasillərdən hansı mürəkkəb ədədin sadə vurğular ayrılışıdır? Deməli, hamısı sadə olmalıdır. 15 sadə deyil, 9 sadə deyil. Sonra burada 9 sadə deyil. Burada hamısı sadədir. Burada isə 9 sadə deyil. Sadə vurğulara ayrılıbsa bütün vurğularımız sadə olmalıdır. Adından göründüyü kimi zaten. Burada NA 7-dir, MB 5-dir, bunların kəsişməsi 2-dir. İndi 2 dənə çoxluq çəkirəm. Bu A-dır, bu B-dir. Bunların kəsişməsi tərsi 2-dir, burada 2-dir. İndi A-da 7 dənə element var. İkisi ortadadırsa 5-i qıraqdadır. B-nin 5 dənə elementi var. İkisi ortadadırsa 2-ni çıx, 3-ü qıraqdadır. İndi bizə deyir birləşməni tapın, U-nu. Bu birləşmədir. Onda bunların üçünün də cəmi birləşmə verir. Cavab edir 5 üstə gəl, 2 üstə gəl, 3. Bu da 10 nəticəsini verəcək. B variantı. Gələndə bu tərəfə, məxrəci 80 olan və bu kəsirlər arasında yerləşən adi kəsirlərin sayını tapın. İndi məxrəc 80-dir, tamam. Amma bu yerləşir 10-2 ilə %25 arasında. Yəni 10-2, bu bizim ədədimiz olsun, kəsirimiz olsun. Bu da %25. Düzdür? İndi mən nə edəcəm? 10-2-ni 5-də 1 kimi yazıram. %25-i 4-də 1 kimi yazıram. Yəni bizdə 5-də 1 və 4-də 1 arasında yerləşən, amma məxrəci 80 olan kəsirlər deyil. Deməli, hamısını 80-ə gətirməliyəm. 5-i 80-ə gətirmək üçün 16-ya vurmalıyıq. Elə ki, sürətdə məxrəcdə. Bu qalsın. Bunu 80-ə gətirmək üçün 4-ü 20-yə vurmalıyam. Sürətdə məxrəcdə. Deməli, arada yerləşən kəsirlər nə olacaq? 80-də 17, bax. Elə ki, 16 ilə 20 arasında 80-də 17, 80-də 18, 80-də 19. Ora 3 dənə kəsir daxildirmi? Bəli, deməli cavabımız olacaq nə? B variantı olacaq. İndi gəlirik 66-cı suala. Deyir, hansı 9-a bölünür? 9-a bölünmə əlaməti bəsitdir, rəqəmlər cəmi 9-a bölünməlidir. İndi bunları yoxlayarsınız, məsələn 987 bölünməyəcək, çünki bunun rəqəmlərin cəmi 24-dür. Bu rəqəmlərin cəmi 15 elədiyi üçün bölünməyəcək. Bu rəqəmlərinin cəmi toplayında 8-7 aldı. 21 elədiyi üçün bölünməyəcək. Bu rəqəmlərinin cəmi 12 elədiyi üçün bölünməyəcək. Bu rəqəmlərinin cəmi 18 elədiyi üçün bölünəcək. Rəqəmləri tək-tək toplayın, onda cavab görsənəcək. Görüm, hələ suala düşür ekranda. Biraz görsənə elə. Biraz görsənə. A çoxluğu üçün aşağıdakıların hansı doğrudur? Gəlin, baxaq görək. Məsələn, burada deyir ki, A ilə A-nın birləşməsi nədir? Boş çoxluq, olmaz elə şey. A ilə boş çoxluğun birləşməsi yenə A-nın özü verməlidir. Elə bir şey yoxdur. A ilə deməli nədir? Deyir, A ilə kəsişmə, piksel görsənir. A ilə boş çoxluğun kəsişməsi A-dır. Bu da doğru deyil. A ilə A-nın nədir? Kəsişməsi boş çoxluqdur. Burada doğru deyil. Burada deyir ki, bu nədir? Görsənmir. A variantında işarə görsənmir. Nəyə bərabərdir deyə. Böyük ehtimalla tamamlayıcı söhbətidir o. Amma bir dəqiqə o birlərə baxın. Bax, bu birləşmədir. A ilə A-nın birləşməsi elə özünü verir. Çünki bu qayda ilədir, özünü verir. A ilə boş çoxluğun kəsişməsi, birləşməsi yenə A-nın özünü verməlidir. Birləşirsə böyüyü götürməlisən. Burada kəsişirsə kiçiyi götürməlisən. Burada yenə kəsişmə varsa elə A ilə A-nın özünü götürməlisən. Çox ki, mən bu tamamlayıcıdır. Görə bilmirəm burada pikseldir. Çox ki, mən bu A-nın A-ya tamamlayıcısıdır. Əgər veriblərsə, oxuya bilmədim. A-nın A-ya tamamlayıcısı nə olur? Yəni A özü budur. Bunu təzən A-ya tamamlamaq üçün heç nə lazım deyil, elə boş çoxluq lazımdır. Ona görə yəqin ki, cavabı A götürüblər belə baxanda. Amma bunu bir dəqiqləşdirərəm, çünki başa düşmədim o nə demək istəyir. Burada deyir ki, eyni ölçülü kvadratlardan ibarətdir. Hansı hissə rənglənmişdir? Bax, burada 206 dənə şey var. Burada isə 204, 8 dənə şey var. Deməli, burada ümumi 48 dənə, çünki 6 vur 8. Ümumi 48 dənə nə var? Ümumi 48 dənə kvadratımız var. Neçəsi rənglənib? 1, 2, 3, 4, 5, 6, 7, 8, 8-i. Deməli, 48 dənədən 8-i rənglənib. Bunu ixtisar aparsam 8-i 6-da 1 rənglənib. Buraya yazı A bəndimiz. Bax, bu piksellər niyə belədir? Elə ki, kvadrat düşə-düşə gedir. Bilmirəm, bu PDF-in keyfiyyətindən deyəsən problem var. Uzaqdan açılanda problem olmur. PDF-in deyəsən keyfiyyətində problem var. Ona görə yaxşı görsənmir. İnşallah oradan yaxşı görsənmir. Baxın. Nəsə oxunur elə bil. A və B qarşılıqlı sadə ədədlər olarsa,
olan ortaq olmayan sadə vurğuların nasili hansına bərabərdir? Baxın uşaqlar, qarşılıqlı sadələrin əbubu nədir? Bax, qarşılıqlı sadə əbubu 1-dir. Qarşılıqlı sadələrin əkobı nədir? Əkobları hasildir. Ortaq olmayan sadə vurğuların nasili S-nin düsturu nədir? Birinci suala demişdim. Əkob bölünsün əbobdur. Bax, bu S-nin düsturu, yəni ortaq olmayanların nasili. Əkob böl əbobdur. Əkob AB, əbob 1. AB bölünsün 1. Yəni cavab AB-dir. Bu düsturla həll edir. İkinci də ki, A və B qarşılıqlı sadəçi bunların heç ortağı yoxdur. Yəni, ortaq olmayan sadə vurğu ilə bunların özləridir. A ilə B zaten ortağı yoxdur. Ona görə ortaq olmayanların nasili ilə A ilə B-nin nasilidir. Birbaşa belə demək olar. Düsturla da istədim ki, göstərim. A var, B var deyək, kəsişməsinin elementlərinin sayını tapın. Ortaqları götürürük. A-dır, bir dənə. Sonra B bunda yoxdur, C-dir, 2 dənə. Gözüm ağrıyır. Bu necə bir pikseldir? Yəni, Y-dir, 3 dənə. Bu nədir? F-dir mi bu? Başqa şey oxşuyur. Bu F ilə yəqin ki, bu F eyni şeydir. Yoxsa biraz keyfiyyətsizdir. 4 dənəsi eynidir. Baxın da, indi o birilər də eynisində götürərsiniz. 4 dənəsi eynidir. Yəni, eyniləri seçirsən. Biraz uzaqlaşdırım bəlkə. 280-in müxtəlif sadə vurğularının sayını istəyir. 280-i belə çubuq çəkib də ayıra bilərsiniz. Mən necə yazıram? 280-i yazaram 28 vur 10 kimi. 28-i yazaram 4 vur 7 kimi. Ağlıma necə gəlir? Parçalayıram. 10-u yazaram 2 vur 5 kimi. İndi 4-də problem var. 4-ü yazaram 2-nin kvadratı. Vur 7, vur 2, vur 5. Ən sonda, bax bu da 2 üzəri 1 deməkdir. Vuranda üstləri toplanır. Olur 2 üzəri 3, 7 vur 5. Neçə müxtəlif sadə vurğu var? Hərəsindən bir dənə say. 1, 1, 1, 3 dənə. Cavabımız D bəndə olacaq 71-də. 72-də bu ifadənin qiymətini tapın deyir. Baxın, 1-dən 2-də 1 çıxanda, 1 ilə 2-də 2 deməkdir axı. 1-dən 2-də 1 çıxanda 2-də 1 qalır. Burada isə 2 var idi. Vurulsun. 1-dən 3-də 1 çıxanda 1-i burada 3-də 3 kimi düşünün. 3-də 3-dən 3-də 1 çıxanda 3-də 2 eləyir. Burada yuxarıda 3 var. 1-dən 4-də 1 çıxanda isə 4-də 3 qalır, aydın məsələdir. İndi nə edəcəm? Bax, burada bu 2 ilə bu 2 gedir. Bu 3 ilə bu 3 gedir. Düzdürmü? Bunlar getdi. Yadda saxlayın ki, bu bizim əsl kəsir xəttimizdir, düzdür? Yəni, sualda ən böyük kəsir xətti budur. Məxrəzdə başqa bir məxrəz varsa, o yuxarı vurma kimi qalxır. Onda sual cavab belə olur. 2 vur 3 vur 4, bir də o 4 vur yuxarı vurma kimi qalxır, bir də 4. Eləyəcək 2 vur 3, 6, 6 vur 4. 6 vur 4, 24, 24 vur 4, 144 eləyir. Salladım, 96 eləyir deyəsən. 6 vur 16, 96 eləyir. Nəqs salladım. 73. İndi buradan A-nı tapmağın yolunu yəqin ki, bilirik. B-ni C-yə vururuq. Üzərinə qalıq 5-i gəlirik. Burada isə C-ni tapmağın yolunu bilməliyik. 3-ü 2-yə vururuq. Üzərinə qalığı 1-i gəlirik. Onda buradan C çıxır. C çıxır 3 vur 2, 6 plus 1, 7 eləyir. Ona C-ni yenə burada 7 qoysam, burada olacaq 7B plus 5. Bax, belə bir şey. A-mız bərabərdir 7B plus 5-ə. A-nın ala biləcəyi ən kiçik qiyməti tapın. Müəllim, ən kiçik qiymət burada B-yə 1 verək, cavabı çıxsın deyə bilərsən. Amma bizim bölmə əməlində bir şərtimiz var. O nədir? Qalıq hər zaman böləndən kiçik olmalıdır. Bizim burada qalığımız 5-dirsə, deməli, nəyə bölürüksə o 5-dən böyük bir şey olmalıdır. Elə bir ki, bax, bölən qalıqdan böyükdür. Yəni, bölən burada 5-dən böyükdür. Nəyə bölürük? B-yə bölürük. Yəni, B burada 5-dən böyükdür. Onda B-nin ən kiçik qiyməti 6 olacaq. Çünki bir şeyi 6-ya bölsən qalıq 5 qala bilər. 1-ə bölsən qalıq 5 qala bilməz. B-nin yerinə bax, burada 6 qoyursan, olur 7 vur 6, üstə gəl 5. 42 plus 5, 47 eləyəcək. Deməli, A-nın ən kiçik qiyməti 47 çıxmalıdır. 74-cü sual deyir ki, Elvin yolun 17 hissəsi maşınla getdi, qalan bu qədər yolu piyada getdi. Ümumi yol bir tamdır. Onda 7-si əgər maşınla gedilirsə bir tamdan çıxın. Deməli, 10-da 3-ü hələ qalıbdır. Yolun 10-da 3-ü qalıbdır. Bizə deyir ki, qalan 1,5 kilometrlik yoldur. Tutaq ki, ümumi yolumuz x-dir. Bunun qalan yolu x-in 10-da 3-ü deyil. Çünki 10-da 3 qalıbdır, x-in 10-da 3 qalıb. Bunu deyir ki, bizə 1,5 kilometrdir. Nə edəcəm? 3-ü 1,5-ə bölündə 2 dəfə düşür. Buna 1 dəfə qalır. Onu çarpazdan bura vursam, eləyəcək x vur 2 bərabər 10, x də bərabər 5. 5 ümumi yolda, mən x-ə ümumi yol demişəm. Deyir, Elvinin getdiyi yol nə qədərdir? Elvin 10-da 7-sini gedib, yəni 5-in 10-da 7-sini gedibdir. Belə də demək olar. Elvin ümumi yol 5-dir, sonra elə yazmayayım, o qədər uzatmayayım. Ümumi yol 5-dir, 1,5-i qalmışdı. 5-dən 1,5 çıxıb, deməli 3,5-in gedibdir da bu. 3,5-in gedib ki, 1,5-i qalıb da. Ona görə cavab 3,5 olacaq. Yəni, çaşıb oradan 5 yazarsınız, onda itirərsiniz. 75. 52 və 65-in ən kiçik ortaq bölünən bu əkob deməkdir. Əkobunu tapın. Əkob tapanda ortaq vurğu həmişə çıxarın, neyinin, mötərizi xaricə çıxarın. 52
Nə deməkdir? 52 4 vurulsun 13-dür. Hər ikisində 13 var. Məsələn, bu 4 vur 13-dür. Bu isə 13 vurulsun 5-dir. Onda 13 ortaq çıxacaq. 13-ü ortaq çıxarsam, birincidə qalacaq 4, o birində qalacaq 5. İndi əkop 4 ilə 5 bunların hasili 20-dir. 20-ni də 13-ə vuranda cavab eləyəcək 260. İstəyirsinizsə yenə deyirəm, çubuqlar çəkin, birini götürün, o birində olmayanlara vurun. İndi normal bildiyimiz əkop qaydası. Mən belə yazıram, ortaq vuruq çıxarıb. Heç bir fərqi yoxdur, yəni eyni cavab gəlir. Burada deyir ki, A, B-nin adçoxluğudur. A, B-nin adçoxluğudur. Yəni bu nə deməkdir? A, B-nin içindədir. Artıq belə bir şəkildən söhbət gedir. Bizə deyir ki, A-da 4 element var. Onda bura 4 yazıram. B-də olub A-da olmayan, yəni B-də olub A-da olmayan bu qıraqlardır. Bax. Bunlar B-də də A-da yoxdur. O 3 dənədir. Deyir, opşi B-də nə qədər element var? Bax, B opşi bütöv dairədir. 4 dənəsi aynən olan bir yerdədir. 3 dənəsi də qıraqda olandır. Deməli, cavabımız 4+3, B-də opşi 7 dənə element var. Bunun təbii ki, düsturları da var. Mən belə şəkillə yazmağı xoşlayıram. Kimə necə xoşdursa elə eləyə bilər. 77 bu bir ifadənin qiymətini tapmaqdır. Baxıram ki, görüm ortaq nə var? 13,5 var. Düzdür? Birincidə qalır 9,7, çıxılsın ikincidə qalır 5,7. 9,7-dən 5,7-ni çıxanda nəticə 4 olur. 13,5-i 4-ə vurmaq lazımdır indi. 13-ü 4-ə vuranda 52, bir də 0,5-ə vuranda 2, 54 eləyəcək bunun nəticəsi. Gedib bunu 13,5-i 4-ə alt-alta vura bilərsən məsələn. O ki, sənə qalmış bir şey. Buraya ətraflılar deyəgən, belə başa düşürəm. Tam hissə 0-dır, verilmiş kəsirlərin hasilini tapın. Dövrə qədərki rəqəm 2-dir, dövr edən rəqəm 6-dır. Bu bizim bu arada 9-cu sinif sınaqlar qrupumuzda bu suallardan var. Adi və onluq kəsirlərdir. İstəyən qoşula bilər. Deməli, bax, birinci ədədimizin tam hissəsi 0-dır, 0 tam. Dövrə qədərki rəqəm, hələ dövr başlamayıb. Dövrə qədərki rəqəm 2-dir. Dövr eləyən rəqəm 6-dır. Dövrü mötərizənin içində yazın. Yəni 0,2 dövrdə 6. Digər ədəddə tam hissə 1-dir. 1 tam. Dövrə qədər rəqəm yoxdur. Ancaq 21 dövr eləyir. Onda 1 tam, dövrdə 21. Ədədlərimiz bunlardır. Bunların bir hasilini tapın. Təbii ki, bunları kəsir şəklinə gətirib sonra hasil tapmaq lazımdır. Bunu necə kəsir gətiririk? Bir dənə mötərizə var deyə, bir dənə 9, bir dənə mötərizədən xaric var deyə 0 yazıram. 90-da. Bu opşi 26-dır. Amma 26-dan bu 2-ni dövrdə olmayanı çıxıram. Eləyir 90-da 24. Bu belə. Bunda isə 1 tam, indi 1 tamı var, 1 tam. 2 dənə mötərizə var deyə 99-da 21. İndi bunu deməli neçə ixtisar apara bilərəm? 3-ə ixtisar apara bilərəm. İlər 33-də 7 və düzgün olmayanı kəsməliyəm. 33-ü 1-ə vur üzərinə 7-cə, bu 33-də 40 deməkdir. Bu kəsirimiz 33-də 40-dır. Bu kəsirimiz 90-da 24. Bunların hasilini istəyirsən, nə edirsən? 33-də 40-ı vurursan 90-da 24-ə. Elə bunların sıfırları getsə, sonra başqa nə etmək olar? 33 ilə 24, deməli 3-ə getsə, burada 11 qalar, burada 8 qalar. Başqa gedə bilən nəsə görürəmmi? Elə bir görmürəm. Yuxarı 4 vur 8, 32 alındı. Aşağıda 11 vur 9, 99 alındı. Deyəsən, cavabımız səhv eləmirəmsə belə bir şeydir. İndi hesabıma səhvim oldusa, onu aşağılarda qeyd eləyərsiniz inşallah. 18-ə böləndə qismətdə 15 qalıqda 3 alınan A-nın natural bölənlərinin sayını tapın. Bax, A-nı, A ədədini 18-ə bölür. O zaman qismətdə 15, qalıqda 3 qalır. Onda biz burada A-nı tapmaq üçün nə edirik? A-nı tapmaq üçün nə edirik? 18-i 15-ə vururuq. Üzərinə bir də o qalığı gəlirik. 18-i 15-ə vuranda düşünməliyəm. 180 plus 90, 270 eləyəcək. Üzərinə 3 gəlir, 273. A-mız 273-dür. Deyir, bunun natural bölənlərinin sayını tapın. Əgər bir ədədin natural bölənlərinin sayını tapmaq istəyirsənsə, onu əvvəldə sadə vurğularına ayırmalısan. Ona görə mən bunu bu dəfə belə xətt çəkib ayıracam. Məsələn, bunu 2-yə bölmür, 3-ə bölünsəm, eləsəm 91. Sonra bu 7-yə bölünəcək. 7-yə bölsəm eləyər 13, 13-ə bölsəm eləyər 1. Deməli, 273 necə yazılır əslində? Belə yazılır, bax. 3 üstü 1, vur 7 üstü 1, vur 13 üstü 1. Hərəsindən bir dənədir deyə. Natural bölən tapanda nə qarırıq? Onu da burada yazıram, N yazıram, natural bölən. Qüvvətləri görürsən, 1, 1, 1. Qüvvətlərin üzərinə 1 gəl, bir-birinə vur. Məsələn, 1-in üzərinə 1 gəl, sonra o biri 1-in üzərinə 1 gəl, sonra o biri 1-in üzərinə 1 gəl. Hamısını bir-birinə vur. 2 vur, 2 vur, 2 cavab eləyəcək 8. Deməli, bunun cavabı nədir? 8-ə bərabərdir. İnşallah hesabıma səhv eləmədim. İnşallah ki. Deyir ki, bu ifadələri ardıcıl natural ədədlərdir. Ardıcıl natural. Bu topluda bunun nümunəsi var. İndi bax, bunlar ardıcıldır, amma hansının daha böyük olduğunu demirlər. Ardıcıl belə ola bilər. 5, 6, bir də 6, 5.
Mən belə də versəm, belə də versəm, bunlar ardıcıl ədədlər dəqiqətən. Ona görə hansının böyük, hansının kiçik olduğunu bilmirik. 2 dənə hala baxacağıq. Birinci halımız nədir? Məsələn, 3n plus 2 kiçik olandır. 2n plus 7 böyük olandır. Yəni, birinci kiçik, sonra böyük yazıram. İkinci ehtimalda necə qoyuram? 2n plus 7 kiçik olan olsun. 3n plus 2 böyük olan olsun. Çünki mən bilmirəm axı. Yəni, bu 5-6 şəklində verilmiş olsa, birinci kiçik, sonra böyük gələr. Amma 6-5 şəklində verilsə, birinci böyük, sonra kiçik gələr. Onu bilmədiyim üçün 2 dənə ehtimala bölürəm. İndi sizcə, ədədlər məsələn 5-dən 6 olsa, bunları necə bərabərləşdirərəm? Kiçiyin üzərinə 1 gələndə böyüyə bərabər olmaz, bunlar ardıcıldır deyə. Onda mən burada kiçiyi buna demişəmsə, bunun üzərinə 1 gələndə böyüyə bərabər olmazmı? Olar. 2-ni bura ataram, 1-in qalar. 3-ü də göndərirəm bura 4. Buradan n bərabər 4 çıxacaq. Burada kiçiyin üzərinə 1 gəlsən böyük olmalıdır. 2-ni atıram bura, n qalır. 2-ni göndərirəm bura, 6 qalır. Deməli, n6-dır ya da n4-dür. Həqiqətən yoxlaya bilərsən. N-in ala biləcəyi qiymətlərin cəmini tap. 4 ilə 6-nın cəmi ki, yazacaqsan ki, 10-a bərabərdir. 80-ci sual da belədir. 81 sanırım son sualdır. Deyir, 96 elementli A çoxluğunun elementlərinin 1375 hissəsi B çoxluğuna daxildir. B çoxluğunun elementlərinin 3/2-si isə A çoxluğuna daxil deyil. Bu iki çoxluq yalnız bir çoxluğa, bu iki çoxluqda yalnız bir çoxluğa daxil olan elementlərin ümumi sayını tapın. Çoxluğa dair çox qəşəng bir sualdır. 9-cu siniflərin ətraflıları zaten çətin olur. Ona görə bu yaxşı bir sualdır, pis bir sual deyil. Şimdi gəlin baxaq. A-nın 96 elementi var və bu 96 elementin 1000-də 375 hissəsi nədir? B-yə daxildir. İndi baxın, 1000-də 375-i tapaq. 1125 vur 8 deməkdir. 375 isə 125 vurulsun 3 deməkdir. Mən bu 125-ləri aparsam 8-də 3 qalacaq nəticədə. 96 ilə 8-i aparsam 12 qalacaq. 12 vur 3 36. Deməli A-da 96 elementi var. 36-sı həm də B-yə daxildir. Yəni həm A, həm B. Həm B, həm də A yazdım. Çünki bu zaten A-da. Bu 96-ın hamısı A-dadır. 36 isə həm A-da, həm B-dədir. Yəni bu ortada yazılacaq. B-nin elementlərinin üstdəki aya daxil deyil. Tamam, gələcək onu. Əvvəlcə Euler-Venn diaqramını çəkmək lazımdır ki, görək nə var, nə yox. Bura A olsun, bura B olsun. 36 element biz tapdıq ki, həm A-da, həm B-də var. Yəni ortaya yazılmalıdır. A-nın ümumi 96 elementi var. 36-sı ortaqdırsa, yerdə qalan 60 dənəsi sırf A-ya məxsus olacaq. Yəni B-nin elementlərinin isə 3/2-si A-da deyil, A-ya aid deyil. Əgər B-nin elementlərinin 3/2-si A-ya aiddirsə, deməli 3/1-i A-ya aiddir. Yəni bax, B opşi bu dairədir. Deyir ki, 3/2-si, yəni bu hissə 3/2-si A-ya aid deyil. Deməli 3/1-i 36-dır da, A-ya aiddir. Çünki 3/1-i A ilə B ortaqdır. Tutaq ki, B-nin x qədər elementi olsun. Bunun 3/1-i 36-ya bərabərdir. Onda B-dəki elementlərin sayı 3 vur 36, 108-dir. Deməli, B-də 108 element var. Onun 36-sı buradadır. 108-dən 36-nın tez bazar bir dənə çıxaq. Səhv eləmirəmsə 72 qalır. Deməli, 72 dənə elementi sırf B-nin özünə xasdır. Bizə deyir ki, bu iki çoxluqda yalnız bir çoxluğa aid olanları seçin. Yəni 60 və 72-dən söhbət gedir. Niyə? 36 çünki hər ikisinə aiddir. Bizə yalnız birinə aid olan. Məsələn, bu sırf A-ya aiddir, bu sırf B-yə aiddir. Yalnızları soruşur, deyir, 60 ilə 72-nin cəmini soruşur bizdən. İndi bu da 132 nəticəsini verəcək. Cavabımız nə olur? 132 alınmış olur. Ümumi yanaşanda suallar elə 9 səviyyəsindədir. Yəni, bir dənə bunu tam anlamadım. Əslində oxunur, A şrixdir. Bu yəqin ki, A-nın A-ya tamamlayıcısı deməkdir. Tamamlayıcı varmı? Yəni dərslikdə belə, toplulda falan varmı? Görməmişəm. Amma tamamlayıcı nədir? Məsələn, sizə bir nümunə deyim. Məsələn, sizə bu bir M çoxluğu olsun. Bu da bir A çoxluğu olsun. Düzdürmü? A-nın M-ə tamamlayıcısı, A-nın M-ə tamamlayıcısı, bax bu hissələrdir. Yəni, sırf ona tamamlayan hissə bu hissələrdir. Tamamlayıcı bu deməkdir. Yəni, burada A-nın A-ya tamamlayıcısını göstərir. A-nın A-ya tamamlayıcısını göstərir. A zaten özü olduğu kimi qalır. A-nın A-ya tamamlayacaq bir şey yoxdur axı. Yəni, A zaten A-nın özüdür. Tamamlayacaq bir şey yoxdur deyə bunun cavabı boş çoxluq olur. Əgər söhbət tamamlayıcıdan gedirdisə, burada. Bax, belədir. Bu şəkildə. Belə. Sağ olun, Samalyot qalın.